bölgəsində Novruz bayramı bu ildə qeyri-adi görüntülərlə yadda qalıb. Qazaxda bayramla bağlı gənclər müxtəlif kostyumlar geyinərək küçələrə axışıb. Musiqi sədaları altında rəqslər eləyiblər. Bu ənənə rayonda uzun illərdir ki, qeyd olunur. Adətə görə bayramla əlaqədar olaraq gənc oğlanlar Novruzda qadın, ceyran, maral libasları geyinərək sakinləri əyləndirirlər. Buna bənzər görüntülər ötən bayramlarda da sosial şəbəkələrdə viral olmuşdu. Kimisi bu görüntüləri əyləncə kimi qəbul etsə də, kimisi üçün bir mənalı hesab olunmur. Yuxarı Salahlı kəndi Novruz bayramı bazı formada qeyd olunur. Avroviziya təmsilçilərimizdən olan Safurə Əliyeva Ramazan və Novruz bayramlarını qeyd etmək üçün ailəsi ilə Bakıya gəlib. O, həyat yoldaşı Fərhad Əliyev, oğulları Natiq və İskəndər, qızları Ayşə ilə səyahətlərindən fotoları izləyiciləri ilə bölüşüb. Safurə həmçinin anası Nailə, atası Səlim Əlizadə ilə kamera qarşısına keçib. Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün 3 övladı var. Onlar Türkiyədə yaşayırlar.